Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu və salatu və salamu alə mən la nəbiyyə bədə həmmə bəd. Davam edirik Muxtasar Sirat-ı Rasul sallallahu aleyhi ve sellem adlı Şeyhülislam Muhammed ibn Abdülvahhab rahimahullahın risaləsini və bugün 43-cü dərsdə artıq və qalmışdıq Hüneyn yürüşündə və deyir rahimahullah Qal ibn İshak rahimahullah buyurur ki وَلَمَّا وَقَعَتِ الْحَزِيمَ تَكَلَّمَ الرِّجَالِ مِنْ جُفَاتِ أَهْلِ الْمَكَّةِ بِمَا فِي أَنْفُسِهِمْ مِنَ الضَّغْنِ Elə ki, döyüşdə, yəni məğlubiyyət baş verdi, yəni qaçış baş verdi. Bəzi kobud insanlar, qaba insanlar Məkkə əhlindən öz işlərindəkiləri üzə çıxardaraq başladılar danışmağa. Əbu Süfyan deyir ki, Lə təntəhi həzimətu dunəl bəhr. Bu deyir, yəni qovulma ta dir dənizə qədər dir gedəcək. Ora qədər bitməyəcək. Və Cəbəl ibn Hənbəl uca səslə bağırdı ki, Ələ batalə sihrul yevmə. Baxın, görün, deyir. Bugün artıq, deyir, sehir batil oldu. Yəni dəvəti deyir, İslam dəvətini. Fəqalə ləhu əxuhu Saffan ibn Umeyyə. Saffan ibn Umeyyə onun qardaşı qayıdıb ona dedi ki, yəni hələ o vaxtı, o dövrdə Saffan ibn Umeyyə həmin silah verəndə, keçən dəfə dedik, müsəlmanlara silah zireh verəndir. Hələ o dövrdə müşrik idi. O qayıtdı öz qardaşına, Uskut fəddallah fəq. Sus, deyir, Allah deyir, ağzını əysin. Fəvallahi ləən yurabbiyəni racül min Qureyşin əhəbbi iləyyə min ən yurabbiyəni racül min həvazin. Allaha and olsun ki, Qureyş kəslərdən, yəni Qureyşlərdən biri mənim ağam olması deyir, mənim üçün daha sevimlidir, nəinki bu həvazinlərdəndir, kiminsə köləsi olmağım. Və Zəkər ibn İshak ən Şeybə ibn Osman əl-Həcəbi və həmçinin İbn İshak zikr edir ki, rahiməhullah, Şeybə ibn Osman əl-Həcəbi, yəni Məkkə müşriklərindən idi o dövrdə. Qalə ləmmə kənə yevmül fəth Qultuəsiru məə Qureyş iləl həvazin. Deyir ki, fəth günü olduqda düşündüm ki, mən də deyir, Qureyşlilərlə birgə Havazin tərəfə, yəni Havazin qoşunları tərəfə gedim. Ləalli usibu min Muhammed qarra. Bəlkə deyir, Məhəmmədi deyir, qəflətdə yaxaladım. Fəəkunu ənəlləzi qumtu bis-sə'ri Qureyş kullihə. Və bəlkə deyir, mən deyir, yəni özüm deyir, bütün Qureyşin qisasını deyir, ondan alım. Deyir ki, və aqulu ləv ləm yəbqə minəl-ərəbi vəl-əcəmi əhədun illə təbi'əhu mə ittəbə'tuhu əbədən. Və özümdə deyir, düşünürdüm ki, ərəblərdən və əcəmlərdən, yəni qeyri-ərəblərdən hamısı, heç kəs deyir, qalmasa, hamı deyir, ona tabi olsa, mən heç vaxt deyir, ona tabi olan deyiləm. Fələm məxtələtən nəs, elə ki, insanlar bir-birinə girdi, qarşılara. İqtəhəmə Rasulullah sallallahu aleyhi ve sellem ən bəğlətihi və Allah Rəsulü sallallahu aleyhi ve sellem öz qatırından düşərkən mən də deyir, qılıncımı deyir, çıxartdım qınından və yaxınlaşdım ki, istədiyimi yerinə yetirim. Və rufiyyət seyfi hətta və qaldırdım deyir, qılıncımı vurum. Az qalır artıq vururdum. Fərufiyəli şəvaz mənlər kəlbərq. Və qarşıma deyir, yəni ildırımdan bir ot parçası kimi deyir, üzmə hələ ki üzmə hələ ki fıskırdı. Və deyir ki, və az qala deyir, yəni üzümü yandırırdı. Üzümü əlimlə deyir, üzümü tutdum ki, qorxudan ki, gözümə düşməsin. Fəltəfətə iləyyə Rasulullah sallallahu aleyhi ve sellem fənədəni. Və Allah Rasulü sallallahu aleyhi ve sellem deyir, mənə tərəf üzün çevirdi və dedi ki, çağırdı məni, ey Şeyb, Şeybədə adı, ey Şeyb deyəndə, udunu, yaxın gəl. Fədənəvtu fəməsəhə sadri, yaxınlaşdım, deyir, sinəmə deyir, əlini çəkdi, sonra Allaha dua etdi, dedi ki, Allahumə əizhu minəş şeytan, ey Allahım onu deyir, şeytandan deyir, qoru. Fəvallahi ləhuvə kənə səətə izin əhəbbi iləyyə min səm'i və bəsəri və nəfsi. Və Allaha and olsun ki, həmin andan deyir, o mənim üçün öz eşitməmdən, görməmdən və nəfsimdən daha sevimli idi. Thumma qalə udunu, sonra dedi ki, yaxınlaş.
Fəqatil və döyüş. Yaxınlaş və döyüş. Fətəqaddəmtu əməməhu adribu biseyfi və mən də onun qarşısında durdum və başladım, yəni onu müdafiə edərək döyüşməyə. Allahu ya'lemu enni ahabbu an uqihi bi nafsi və Allah deyir, yəni Allah bilir ki, mən deyir öz nəfsimi deyir, yəni onun üçün deyir fəda etməyi deyir, yəni mənim üçün sevimli idi. Ləu laqitu tilka sa'abi la awqaytu bihi sayfa. Hətta deyir həmin vaxtı deyir atamla belə qarşılaşsaydım, qılıncı deyir ona da vurardım. Fəcəaltu elzimuhu fi men lazimahu və mən də deyir başladım onu qorumağa, qoruyanlarla bərabər. Hətta təracəlnəs, ta ki insanlar yavaş-yavaş yəni geri dönməyə başlayaraq və ondan sonra yəni bir kişinin deyir həmləsi kimi hamı hücum etdilər. Və quribət bəğlətu Rasulillah sallallahu aleyhi ve sellem. Ondan sonra deyir Allah Resulü sallallahu aleyhi ve sellemin qatırı yaxınlaşdırıldı onun üçün, mindi üzərinə. Və xaraca Rasulullah sallallahu aleyhi ve sellem fi əsərihim və Allah Resulü sallallahu aleyhi ve sellem də yəni düşməni qovaraq, yəni düşdü onların dalınca. Hətta onlar yəni paramparça hərə bir tərəfə səpələndilər. Və raca Rasulullah sallallahu aleyhi ve sellem ilə məəskərihi və Allah Resulü sallallahu aleyhi ve sellem öz yəni düşərgəsinə döndü. Fədəxəl xəbəəhu və öz çadırına daxil oldu. Fədəxəltu aleyhi. Mən də deyir onunla birgə daxil oldum. Mədəxə aleyhi qeyri. Məndən başqa heç kəs daxil olmadı. Hubben li ru'yeti vəcihi və sururan bihi. Yəni onun üzünü bir daha görməyim üçün onu yəni sevərək və sevinç hissi duyaraq. Fəqalə ya şeyb. Və Allah Resulü sallallahu aleyhi ve sellem qayıtdı ki, ey şeyb. Əlləzi əradallah ləkə xayrun minəlləzi əraddə li nəfsikə. Nəyi ki Allah deyir sənin üçün istədi, sənin özün üçün istədiyindən daha xeyirli çıxdı. Sonra deyir ki, Qaləl Abbas. Abbas radiyallahu anh buyurur ki, İnni ləmə Rasulillahi sallallahu aleyhi ve sellem və kuntum ra'an cəsimən şədidə savt. Və mən deyir həmin dövrdə, həmin vaxtı Allah Resulü sallallahu aleyhi ve sellemin yanındaydım və cüssəli və səsi gür olan kəs idim. Və ona görə Allah Resulü sallallahu aleyhi ve sellem insanların qaçışını görərək başladı çağırış etməyə. İləyyə eyyuhənnəs, yanıma gəlin ey insanlar, ənə nəbi lə kəzib. Mən deyir peyğəmbərəm yalan deyil. Ənə ibnu Abdülmuttalib, mən Abdülmuttalibin oğluyam. Fələm ərənnəs yəlvuna alə şey və heç bir insan yəni məhəl qoymadan yəni geriyə qaçırdı. Fəqalə, o zaman dedi ki, ey Abbas, ihtif bi əshabi samura. Ey Abbas, çağır deyir samura əshabını. Samura yoldaşlarını, samura yəni ağacdır. Ridvan beyyəti olan ağacdır. Fənədeytu yə əshabi samura. Mən də çağırdım, ey samura əshabı, ey samura əshabı, ey Bəqərə surəsinin əshabı. Fəkən rəcül yuridu ən yarudda bə'irahu fələ yəqdir. Və eşidərkən səsi insanlar, yəni içlərində deyir, bəziləri olurdu ki, öz dəvəsini geri qaytarmaq istəyirdi ki, geri dönsün, qayıtsın, yəni Allah Resulü sallallahu aleyhi ve sellem yanına. Dəvə yəni məhəl qoymurdu. Fəyəxuz siləhəhu fəyəqtəhimu min bəyrihi və yəxli səbiləhu. O zaman nə inədi? Silahını götürdü, dəvəsindən düşdü, dəvəsini buraxdı və ses gələn tərəfə qaçdılar. Fəəto min kulli nəhiyyətin ləbbeyk ləbbeyk və hər tərəfdəndir toplaşdılar ləbbeyk ləbbeyk deyərək, yəni qarşındayam, xidmətindəyəm. Hətta iştəmə ilə Rasulillahi sallallahu aleyhi ve sellem minhum miyə istəqbəlun nəs və 100 nəfərdir ətrafındadır Allah Resulü sallallahu aleyhi ve sellem toplanandan sonra üzlərini tutdular düşmənə tərəf və döyüşdülər. Fəkənət dəvə əvvələn və ilkdir çağırış ey ansarlar idi. Sonra deyir bu biraz da deyir, yəni çərçivəsi darlaşdı. Çağırış, yəni lozung da, yəni şuar oldu. Bəni Həris ibn el-Xazrac, yəni ansarlardan bir qrup. Və kanu sabran indəl hərb. Nəyə görə? Çünki bunlar yəni döyüş vaxtı ən möhkəmləri idi. Və Səhih Müslimdə keçir hədis ki, "Thumma akhadha Rasulullah sallallahu alayhi ve sellem hasayat farama biha wujuhal qawm." Sonra deyir Allah Resulü sallallahu aleyhi ve sellem xırda daşları götürdü və deyir bu qövmün, yəni düşmənlərin üzərinədir atdı.
Thumma qala inhazimu və Rabbi Muhammed. Paramparça olun, Məhəmmədin Rəbbinə and olsun. Fəmə huvə illə ən raməhum və deyir, atması ilə bərabər mən deyir, gördüm ki, yəni ravi deyir də, danışan deyir ki, onlar deyir, gücdən, qüvvətdən düşdülər və geri qaçmağa başladılar. وَلَمَّنْ حَزَمَ الْمُشْرِكُونَ أَتَوْا الطَّائِفَةَ və deyir, müşriklər deyir, paramparça olandan sonra, məğlub olandan sonra qaçmağa başlayarkən bir qismi Taifə qaçdı və onlarla bərabər Məlik ibn Avf. Və bəzi əskərlər isə Avtas vadisinə qaçdılar və bəsə Rasulullah sallallahu aleyhi ve sellem fi əsər mən təvəccəhə nəhvə Avtas Əbə Amir Əş'ari. Və Allah Resulü sallallahu aleyhi ve sellem deyir, Avtas vadisinə tərəf qaçanların ardınca Əbu Amir Əş'arini bir qoşunla göndərdi. Fəədraka ba'dahum fənəvaşuhu əl-qital. Və getdilər, bəzilərinə yetişdilər və aralarında döyüş düşdü. Onları Allahın izni ilə məğlub etdilər və həmin döyüşdə Əbu Amir əl-Əş'ari öldürüldü. Fəəxəzə rayə Əbu Musa əl-Əş'ari. Onun bayrağını Əbu Musa əl-Əş'ari, yəni qardaşı götürdü. Fələmmə bələğəl xəbər Rasulullah sallallahu aleyhi ve sellem qalə Allahümmə xfir li Əbi Amir və cəlhu yevməl qiyaməti fəvqə kəsir min xalqik. Və bu xəbərdir Allah Resulü sallallahu aleyhi ve sellemə çatdıqda deyir, onun üçün belə bir dua etdi. Ey Allahım, deyir, Əbu Amiri bağışla və qiyamət günü onu bir çox yaratdıqlarından üstün et. Və əmərə Rasulullah sallallahu aleyhi ve sellem bis-səbyi vəl-ğanaim ən yücmə. Və beləliklə Allah Resulü sallallahu aleyhi ve sellem əmr etdi ki, qənimətlər toplansın, əsirlər toplansın və əsirlər içində 6000 kəs var idi, dəvələr isə 24000 idi və qoyunlar isə içlərində 40000 qoyun var idi, 40000 baş qoyun var idi və toplam da gümüşdən 4000 uqiyə, yəni təxmini 37-38 qramdır bir uqiyə, yəni bu da təqribən 15000 yəni qram gümüş eləyir, toplandı. Və sətəənnə bihim Rasulullah sallallahu aleyhi ve sellem ən yəqdimu məvallinə müslimin bid'ə və əşərə leylətən. Və Allah Resulü sallallahu aleyhi ve sellem onlara möhlət verdi, yəni Həvazin kafirlərə möhlət verdi ki, bəlkə onlar, yəni bu möhlət də davam etdi təxmini 10 neçə gün. Təqribən gözlədi onları ki, bəlkə onlar müsəlman olaraq gələrlər, təslim olarlar. Thumma bədə bi əmval fəqassaməhə. Ondan sonra başladı, yəni onların mallarını bölgü etməyə. Və ətəl əl-müəlləfətə qulubihim əvvəlin nəs və ilk öncə insanların hamısından öncə qəlbləri İslama isnişənlərə birinci pay verdi. Əbu Süfyana 100 dəvə və 40 ovqiyə bayaq dediyimiz, yəni gümüşdə, yəni miqdarıdır. Və ətə ibnəhu Yezid, həmçinin oğlu Yezidə də, oğlu Muaviyyəyə də bu qədər, bu miqdarda, yəni 100 dəvə və 40 ovqiyə verdi. Ondan sonra Həkim ibn Həzəmə də 1000 dəvə verdi, yenə də istədi və Peyğəmbər yəni bir 100 də istədi, yəni. Və Peyğəmbər sallallahu əleyhi və səlləm 100 də artırdı onun üçün. Və İbn İshaq rivayet edir ki, daha doğrusu İbn İshaq, yəni o kimlərə ki Peyğəmbər sallallahu əleyhi və səlləm nə qədər vermişdi, 100 dəvə, 50 dəvə, onların hamısını sadalayır. Yəni burada müxtəsər olaraq, yəni müəllif gətirmir. Thumma əmrə Zeyd Səbit. Sonra Zeyd ibn Səbitə əmr etdi ki, hesablasın, saysın qənimətləri insanlara, sonra insanlar arasında bunu bölgü etsin. Və yenə İbn İshaq rahimehullah buyurur ki, Həddəsənə Asim ibn Umar ibn Qatadə ən Mahmud ibn Ləbid ən Əbi Said əl-Xudri radiyallahu anh. Deyir, bizə deyir, Asim ibn Umar ibn Qatadə, o da Mahmud ibn Ləbiddən, o da Əbu Said əl-Xudridən rəvayət etmişdir ki, belə demişdir. Ləmmə a'ta Rasulullah sallallahu aleyhi ve sellem a'ta min tilkəl ətəyə fi Qureyşin və qəbəl-ül Ərab. Nə vaxt ki, Allah Resulü sallallahu aleyhi ve sellem bu bölgünü etdi, yəni Qureyşlər və Ərəb qəbilələri arasında
bu payları bölüşdürdü və ənsarlara bundan heç bir şey vermədi. Ənsarlar yəni öz işlərində bundan incidilər. Hətta kəsurət minhumul qal və aralarında söz-söhbət də başladı yaranmağa. Bəziləri belə dedilər ki, Ləqiyə vallahi Rasulullahi qavməh. And olsun ki, and olsun Allaha ki, Allah Resulü sallallahu əleyhi və səlləm öz qövmü ilə qarşılaşdı, yəni qovuşdu. Fədəxəl aleyhi Səd ibn Ubədə fəzəkərə ləhu zəlik. Və Allah Resulü sallallahu əleyhi və səlləm yanına daxil olur Səd ibn Ubədə, ənsarların başçılarından biri və bu xəbəri ona çatdırır. Allah Resulü sallallahu əleyhi və səlləm deyir ki, "Fə eynə əntə min zəlik ya Səd." Ey Səd, bəs sən bu məsələdə hardasan? Yəni nə düşünürsən? Deyir ki, ey Allahın elçisi, "Mə ənə illə min qavmi." Mən də deyir qövmümdən biriyəm. Yəni onlar kimi düşünürəm. Qalə fəcmə li qavməkə fi hazil hazira fəcə rical min al-muhacir. Və elə isə deyir, bu dir hasarın arxasında deyir, qövmü deyir topla, ənsarları yəni. Və toplanış vaxtı deyir, muhacirlərdən bəziləri gəldi, bəzi kişilər gəldi və Allah Resulü sallallahu əleyhi və səlləm onlara izin verdi. Digərləri gələndə onları qaytardı. Və hamısı toplanandan sonra yəni Səd gəlir, Allah Resulü sallallahu əleyhi və səlləm xəbər verir ki, yəni toplanıblar hamısı. Fəətəhum Rasulullah sallallahu əleyhi və səlləm və Allah Resulü sallallahu əleyhi və səlləm onların qarşısına çıxır. Allah həmd edir, səna edir onun üçün, yəni həmd səna edir, təriflər deyir. Allah Taala əhli olan tərifləri onu deyir. Ondan sonra deyir ki, ey məşərəl ansar, ey ansarlar toplusu. Mə məqalət bələğətni ankum. Bu deyir, söz-söhbət nədir? Mənədir, sizdəndir çatan. Vəcdətun vəcəttumuhə fi anfusikum. Yəni öz içinizdədir, məndən incimisinizmi? Ələm ətəkum dullələn fəhədəkumullahu bi. Məyərdir, mən sizin yanınıza deyir, sizdir azmışkən gəlmədimmi? Və Allah deyir, mənimlə sizə hidayət vermədimi? Və alətən fəəğnəkumullahu bi. Və siz deyir, yəni kasıb idiniz, yoxsul idiniz və Allah deyir, mənimlə sizə deyir, qənimətlər, var dövlət verdi. Və bir-birinizə qarşı deyir, düşmən idiniz. Fəəlləfəllahu beynə qulubikum bi. Və Allah deyir, qəlblərinizi deyir, isnişdirdi mənim sayəmdə. Qalu Allahu və Rasuluhu əmənnu və əfdal. Dedilər ki, Allah və Rəsulu bundan da daha çox lütflüdür, daha çox deyir, fəzilətlidir. Yəni etdiyindən də artıqla. Thumma qala ələ tuhibuni ya məşərlə ənsar. Sonra yenə deyir, qayıdır ki, ey ansarlar toplusu, məyər mənə cavab vermirsinizmi? Deyirlər ki, qalu biməzən ucibuka ya Rasulallah. Sənə nə cavab verək, ey Allahın elçisi? Valillahi və li rasulihil mənnu vəl fadl. Yəni, lütf və fəzilət yalnızdır, Allah və Rəsulünadır məxsusdur. Ondan sonra Allah Resulü sallallahu əleyhi və səlləm buyurur ki, Əmə vallahi ləv şi'tum ləqultum fələsaddaqtum və ləsuddiktum. Amma deyir, Allaha and olsun, istəsəydiniz belə deyərdiniz və doğru da demiş olardınız və təsdiqlənərdiniz də. Deyərdiniz ki, sən bizə deyir, yalanlanmış vəziyyətdə gəldin, biz isə səni təsdiqlədik. Və sən deyir, yəni təklənmiş halda gəldin, biz sənə deyir, yardım etdik. Və sən deyir, yəni qovulmuş vəziyyətdə gəldin, biz sənə sığınacaq verdik. Və sən deyir, yəni ehtiyaclı halda gəldin, səni yəni özümüzə, yəni öz sığınacağımızdan sənə verdik. İstəsəydiniz bunu deyərdiniz. Avcəttum aleyyə məşərəl ansar fi anfusikum. Məyər deyir, yəni mənə görə, məyər dünyadan, yəni bir qırıntı, bir parçaya görəmi məndən deyir, incimirsiniz, ey ansar toplusu. Hansı ki, deyir, bunu deyir, qəlbləri İslama isnişənlərə deyir, verdim. Ki, onlar İslamı qəbul etsinlər deyə. Və sizə isə vaqqəltum ilə islamikum. Sizi isə deyir, öz İslamınıza, yəni, öz imanınıza deyir, buraxdım. Ki, arxayın oldum.
Ələ tərdun ya məşərəl ənsar ən yəzhəbən nəs bişşətin və bəirin və tərciyuna əntum bi rasulillahi ilə rihalikum. Məyər ənsarlar toplusu istəməzdinizmi ki, insanlar öz qoyunu ilə, dəvəsi ilə geri dönsünlər. Sizsə Allah Rəsulu ilə öz evinizə dönəsiz. Fəvəlləzi nəfsi Muhammed biyədihi və deyir Məhəmmədin nəfsi əlində olana and olsun ki, ləmə tənqəlibunə bihi xayrun mimmə yənqəlibunə bihi. Sizdir geri döndüyünüzdür. Neynən ki geri dönürsünüz, daha xeyirlidir, nəinki onlar geri dönürlər. وَلَوْلَا الْهِجْرَ Əgər hicrət olmasaydı, لَكُنْتُ İmran minəl ənsar. Mən ənsarlardan birisi olardım. وَلَوْ سَلَكَ النَّسْ شُعَبًا وَوَادِيَ Əgər insanlar bir dərə, bir vadi seçsəydilər, ənsarlar isə digər dərə və vadi seçsəydilər, mən deyir, mütləq ki, ənsarların seçdiyi dərə və vadiyə gedərdim. Əl-ənsar şiar və nəs disar. Çünki ənsarlar bədənə bitişmiş alt paltarıdırsa, insanlar onun üst paltarıdır. Allahümmə ərhəm əl-ənsar. Ey Allahım, ənsarları rəhm et, onların övladlarına da və övladlarının övladlarına da. Qalə fəbəkə əl-qavm həttə əxdalu lihəhum. Və deyir ki, və başladılar hamısı ağlamağa və saqqalları deyir, yaşla doldu. Və qalu radina bi rasulillahi qismən və həzza. Bizdir Allah Resulü sallallahu aleyhi ve sellemlə razı qaldıq pay olaraq. Thumma ensarafa Rasulullah sallallahu aleyhi ve sellem və təfərrəqu. Ondan sonra Allah Resulü sallallahu aleyhi ve sellem dönür və onlar da hərəsi öz yerinə qayıdırlar. Və qadimətə Şeymə bint el-Həris. Və deyir Allah Resulü sallallahu aleyhi ve sellem yanına Şeymə bint Həris gəlir. Şeymə bint Həris Allah Resulü sallallahu aleyhi ve sellemin süd bacısı olur. Fəqalət ya Rasulallah, deyir ki, ey Allahın elçisi, ənə uxtuq, mən sənin bacınam, ey Allahın elçisi. Və Allah Resulü sallallahu aleyhi ve sellem öz əbasını deyir, sərir onun altına, otuzdurur, hörmət olaraq və deyir, in əhbəbti fəindi mukrimə və in əhbəbti ən əmtəəkə və tərci ilə qovmik. Əgər istəsən, deyir, burada yanımda, deyir, hörmətli olaraq qalarsan, əgər istəsən, deyir, yəni sənin cəhizlərini, yəni sənin mal dövlətlə, yəni yola salım, öz qövmüvə qayıt. Fəqalət və deyir ki, bəl, yəni deyir, mənim cəhizlərimi, mal dövlətimi ver, qövmümə qayıdım. Və Allah Resulü belə də edir, o isə İslamı qəbul edir və Allah Resulü sallallahu aleyhi ve sellem ona 3 qul, bir cariyə və başqa da bəxşişlər və qoyun və dəvələr də verir. Yəni, bu ilə bitiririk, yəni bu mövzunu, yəni Huneyn yürüşünü. Subhanəkəlləh, həmdikə, əşhədu ən la iləhə illə əntə, əstəğfiruka və etûbü ileyk.